Sentyabrın 28-i günü səhər məni ön xəttə göndərdilər və ondan da sonra Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşmüşəm. Sentyabrın 25-i Qəcər kəndi istiqamətində gedən döyüşlərdə yaralandım. Həm övladımın dünyaya gəldiyi gündür, həm də mənim yaralandığım gün. Həmişə övladıma deyirəm ki, mən səndən eyni gündə yenidən dünyaya gəlmişəm. Əslində böyük bir tarixdir, 5 il. Mən elə bilirəm ki, elə dünənki tarixdir. İnsana deyəndə ki, sən Füzulinin hansısa bir kəndində bayraq saçmısan, o sevinci və mən də yaşadım. Cənab-ı Ali Başkomandan İlham Əliyev, Heydər Əliyevin məzarında belə bir söz işlədir ki, tapşırıq yerinə yetirildi, məruz etdi Ali Başkomandan İlham Əliyev. Yəni, o Ali Başkomandanın bir sərkərdəsi kimi, əskəri kimi bu qalibiyyətdən mənim də bir payım varsa, mənim üçün çox böyük bir qürur vericidir. Hal-hazırda çəkiliş elədiyimiz ev Azərbaycan Respublikasının prezident tərəfindən verilmiş, avtomobillə təmin olunmuşam. Sosial ödənişim də elə vaxtında təqaütümü alıram, pensiyamı da alıram.